Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız Milli Məclisin deputatı Vüqar İskəndərovdur. Xoş gəlmisiniz Vüqar bəy. Xoş gördük. Təşəkkür edirik. Dəvətimizi qəbul etdiniz. Bizim üçün böyük bir şərəfdir. Minnətdaram. Suallarımıza keçək. Birinci sualımız: Vüqar İskəndərov kimdir? Vüqar İskəndərov bugün Milli Məclisin deputatıdır status olaraq. Eyni vaxtda sadə bir vətəndaşdır. Çalışır ki, işlədiyi, yaşadığı həm dövrə uyğun olsun. Qısa ömürdə, vaxtın az olduğu zamanda çalışır ki, nəsə işlər görsün, tövbələr versin. Ən azı tarixdə bir adı, böyük bir adlar üçün qalmasa da, ən azı yaxınları, övladları, ondan sonra gələnlər onun adını eşidib utanmasınlar. Baxın, siz həm iqtisadçı, həm hüquqşünas, həm idmançı. Vüqar müəllim üçün bu ixtisaslardan daha çox hansı yaxındır? Hansında daha özünüzü xoşbəxt hiss edirsiniz? Maraqlı sualdır. Əslində qalsa hüquqşünaslıq daha yaxındır mənə. Hüquq məni həmişə cəlb eləyib və insanlıq dəyərlərlə bağlı hüquq elmi çox vacib tənzimləyici bir sistemdir. Ona görə, amma iqtisadiyyata baxanda onsuz da həyat yoxdur. Ona görə düşünürəm ki, bunlara əgər nəzərə alsaq, ikisində biraz hüquq onu daha çox üstələyir. Amma siz idmançı dediniz, biz amma döyüş deyirik ona, döyüşçü deyirik, döyüş sənəti. Çünki şərq döyüş növləri bir sənətdir. O idman, yüzlər idman növləri var. Amma misal üçün siz bir yapona karate ilə bağlı idmançı desəz, o sizin səhviniz üzərində deyəcək ki, mən idmançı deyiləm, mən döyüşçüyəm, samurayam. Çünki niyə? Bir sənət kimi baxırlar ona. Necə bizdə qədim el sənətləri nəsildən nəsilə ötürülür. Çində, Yaponiyada, Hindistanda, Koreyada və digər o şərq ölkələrində o döyüş sənəti mövcud olan ölkələrdə, Vyetnamda maraqlı döyüş növləri var. Yəni bu ölkələrdə bunlar sənət kimi gəlir. Nəsildən nəsə süzülür. Və bu sənət olaraq, yəni 65, 70, 75, 80 yaşına qədər də insanlar usta kimi məşğul olurlar bununla. Təbii ki, yarışlarda yox, amma onların biliyi, yenə də zala çıxırlar, yenə tələbə qarşısına çıxırlar, nəsə öyrədirlər, onlardan biliklərini alırlar. Yəni bir sənət olaraq. Necə bizdə dulusçu təqaüdə çıxmır, işləyir imkanlara çatdığı qədər. Bunlar da bir. Ona görə də idmanın ömrü çox qısadır. Yəni bir idmançı ən gözəl vaxtında həyatında amma idmanda pensiya çıxır. Məsələn, güləşçi, futbolçu, basketbolçu və s. də, yəni judoçu, onlar çatdısa, baxın da ən tanınmış dünyanın futbolçuları 30 yaşdan sonra qiymət yarı düşür. 30 yaş insanın parlayan vaxtıdır. Amma idmanda artıq təqaüdə gedir yavaş-yavaş. Ona görə də onlar amma döyüş sənəti daha çox uzun illər davam etdiyi üçün o idman tərəfini çıxır. Onu sadəcə olaraq idmanlaşdırdılar. Bir hissəsini ki, idman kimi də fəaliyyət göstərsin. Necə ki, judo bugün dünyada olimpiya növüdür. Amma judonun yaranması Jigoro Kano tərəfindən döyüş sənəti kimi yaranıb və orada ayaq zərbələri də var. Orada başqa sistemlər də var, amma idmanlaşdırıb güləş sənətini saxlayıblar. İnsanlar bunu güləş kimi tanıyır. Amma judo əslində güləş deyil, döyüş növüdür. Bu mənada, yəni yekunlaşdırdığım fikrimi, onların da çox o döyüşçü ruhu və oradakı o maraqlı fəlsəfə məni daha çox özünə çəkir. Xalq sizi çox sevir. Bu gerçəkdir hər kəs tərəfindən. Hətta mən qonağım Vüqar İskəndərov deyəndə dedilər çox gözəl bir deputatdır, xalqına yararlı, gənclərə dəstək olan. Yəni sizin bu gənclərlə bağlı bir çox layihələriniz var, bir çox çağırışlarınız olub.
Bununla bağlı istəyirəm ki, çox geniş və ətraflı bir məlumat verəsiniz. Gənclik təbii ki, gələcəyimizdir. Bəli. Yəni bir dənə misal çəkim, Ulu Öndərdən heç birimiz çox bilməmişik. İlk yaratdığı nazirlik 94-cü ildə iyulun 26-sında Gənclər İdman Nazirliyi oldu. Ondan qabağa Sovet dövründə qalmış nazirliklər idi. Yeni müstəqil ölkənin iş nazirliyi bu oldu. Nə deməkdir? Bilirdi ki, bir xalqın, bir millətin, bir dövlətin gələcəyini təmin edəcək insanlar gənclərdir bugünkü. Gəncdəki novatordur və hər bir gənc öz dövrün zəmanəsinin məhsuludur. Bəli. Mən bunu çox çəkmişəm, yenidən bunu çəkəcəm. Qədim Hun qəbilələrindən 5000 il qabağa bir yazı tapıblar. Ağac qabağına yazılmış, kağız yox idi onda. Bəli. Ora yazılıb ki, 5000 il qabağa. Bir kəlmə söz. Bizim bu cavanlar heç bizə oxşamadılar. Yəni 1000 illərdir, 5000 il qabağa da insan yaşlaşıb, Eyni gənci fikirləşib, qınayıb. bəli. Bu təbiidir. Yəni atalar, oğullar inkar eləyirlər. Bu təbiidir, amma bu fəlsəfə artıq işləmir. İnsanlar anlamalıdır ki, gənci qınamaq yox, gənci özünə çəkməlisən. Bu necə izah eləyirəm? Baba qocalır və ən çox sevdiyi əyləncə nəvəsi ilə oynamaqdır. Siz görmüsünüzmü ki, hansısa baba nəvəsini götürsün, özü ilə aparsın öz dostlarının yanına, nerede oynamağı, parka? Yox. Baba nəvəsi kimi oynayır. Onun belində gəzdirir, onunla gizlambaç oynayır, onunla uşaq kimi oynayır. Niyə? Niyə ona düşür? Onu qaldırmır özün yanına. Çünki babanın yaşı var, təcrübəsi var, hər şeyi bilir. O ona tərəf gedir. Heç vaxt uşağı birdən-birə 70-60 yaş öz tərəf gətirə bilməz. Onda onlar yoxdur baza. Babada bunlar keçdiyi yoldur. Deyə ora qayıda bilər. Biz gənci nə qədər qınayacaqsa, o bizdən kənar qaçacaq, bizi qəbul etməyəcək. Çünki biz də düşünməliyik ki, onun dövründə olsaydıq, olasıydıq. Məsələn, indi danışan söhbətlər var, sözlər var da. Uşaq 3 yaşı var. Mən də telefonda məndən yaxşı başı çıxır. Bəli. Sən də o dövrdə olsa 3 yaş, sən də olasıydın. Çünki onu görür. Amma sənin kimi məftil maşın sürənməz. Arabaya şey sürənməz, aşırar. Çünki o başqa şey bilir artıq. Yəni hər dövrün, zəmanənin özünün gətirdiyi dəyərlər var. Gənclər sadəcə olaraq istəyir ki, biz onu anlayaq. Ona elə gəlir ki, o anlaşılmır. Bəli. Ona elə gəlir ki, Üsyan edirlər. o üsyankardır, təbiidir. Əsas keçid dövründə. Gənc başa düşməlidir ki, sən onu anlayırsan və onunla özün onun dilinə danışırsan, onunla dostsan. O dəqiqə sənə yaxın gələcək, sənə qulaq asacaq. Gənc bilir ki, onsuz da atası, anası buna evdən çıxanda yola bax keç, başını ört deyəcək. Artıq o qədər o sözü eşitib mexanikləşir ki, ola heç bir etmir. Demək, onun deyilmə qaydası dəyişməlidir. Onun sualın forması dəyişməlidir. Biz artıq o şeylər arxaikləşib. Niyə görə belədir? Yaxşı, bu gənc niyə belə olub? Bu gənc ağlı dövrün gəncidir. Bu gəncin 5 yaşlı indiki uşağın 70-ci ilin 5 yaş uşağından 10 il böyükdür. Haqlısınız. Çünki məntiq beyin başqa cür işləyir. Müasir, çağdaş dünyanın inkişaf etdiyi dövrə yaranıb bu uşaq və gördükləri başqa şeydir. Ona görə də artıq onların düşüncələri də fərqlidir. Necə ki, həmişə fərqli olub gənclər. Ona görə də ən çox böyük problemlər gənclərə yönəlik bizim hər birimizin yaşadığı məsələlərdir. Mən gənclərə deyirəm. Deyirəm, sən atan qınayırsa, anan qınayırsa, ona mütləq gedin albomlarını tapın, baxın onların 70-80-ci illərdə geyimlərinə. Ananın çox qısa geyinib, çox qısa. 60-70'lerde Bakıda bir dəv var idi. Kişilər hündür daban ayaqqabı, bakembard, bığ, yaxa açıq, seplər, trapez şalvarlar, balağı enlənən. Və baxıb qorxursan o kişiyə. Həmin o ata, onu giyinən ata gənc vaxtında, indi yaşlaşıb, o cırıq cins giyinən oğluna, qızına, biraz qısa giyinən oğlu, qızını qınayır. Deyən ki, ata buyur özünə bax bir dənə. Mən səni daha yaxşı giyinirəm. Sən o dövrdə belə idin. İndi gəlmisən. Ona görə də gəlmisən və anlamırsan məni. Bəli. Sən onda böyle anlamırdı. Və bu proses daimi min illərdir gedir və gedəcək. Demək, artıq stop deyilməlidir. Artıq biz bu gənclərdən uğur gözləyiriksə, mütləq gəncləri
özümüzdən uzaqlaşdırmalı deyilik. Gənci tək qoymalı deyilik. Gəncin düşüncəsində, fikirlərində, hərəkətlərində ona dəstək olmalıyıq. O hiss etməsən, onun yanındasan. Təbii ki, və ehmalca da mənfi tərəflərini çıxartmalıyıq imkanlarımız daxilində. Bəli. Mənfi yola gedirsə, bir digər yollardadırsa, bu mənada o səni artıq onun üstünə prokuror kimi, ittiham eləyən kimi anlamayacaq. Vəkil kimi anlayacaq, sən onu müdafiə eləyəcəksən. Sən onun, o hiss eləməyəsən, arkasındasan. Bəli. Bildinizmi? Bu mənada izah edirəm. Yəni, uzun sözün qısası, gənclik həmişə novatordur, həmişə inqilabçıdır, həmişə dəyişkənliyi sevir, elə bir nəsə bilir. Çox elə bir ki, çox şey bilir artıq, bəs sonra məsləhət verilməsini, onun yolunu dəyişmək lazımdır. Məsləhət edə bilərsən ki, məsləhət kimi yox, onu bir fikir kimi qəbul olar, məsləhət olar və ona çatar. Bu mənada yönü dəyişməliyik, gəncə tərəf getməliyik. Onu özümüzün yanına yox, biz ona tərəf mütləq əyilməliyik ki, onda harmoniya olacaq. Gənc bizi anlayacaq. Bəzən son dönəmlərdə daha doğrusu valideynlərlə övladlar arasındakı o bağ tam qurula bilmir, nəzarət edə bilmirlər, siz sözünüzə qüvvət üsyankardırlar və valideyn ilk yardımı psixoloqlara müraciətdə görür. Amma mən düşünürəm ki, sizin də danışdıqlarınızdan sonra mənə elə gəlir ki, valideynlər birinci özləri psixoloqa getməlidirlər ki, övladlarına düzgün istiqamət verə bilsinlər. Uşağı aparırlar psixoloqa və psixoloq da deyirlər ki, mütləq onun dediyini mənə deməlisən və evə gələn kimi onun başına vurur. Sən düz danışmamısan, mən sənə nə vaxt pis olmuşam, sən gedib psixoloqun yanında məni pisləyirsən. Mən bunun şahidi də olmuşam öz yaxın rəfiqələrimlə. Siz necə düşünürsünüz? Buna münasibətiniz necədir bir psixoloqlara müraciətlə bağlı? Biz həm də böyük bir formasiyanın dəyişənlik dövrünü yaşayırıq. 4 nəsil keçmişi düşünsək, babamız nə işlə məşğul olub bizim? O bizə hansı dəyərləri kod ötürə bilər bura? Dünya belə idi, babamızı pisləmək istəmədən babalarımız onların nəticələri, kötüçələriyik də. Amma dünya nə idi ki? Dünya kənddə yaşayırdı da, 1000 illər. Nə vaxt gəldi sənaye inqilabı? Dünənsilən tarixdə. Düzdürmü? Bəli. Yəni şəhərləşmə başladı. Elm inkişaf etmə başladı. Yəni indiki sürət, bir ayın sürəti keçmişdəki 200-300 ilin sürətini keçib. Bir ayda dəyişkənlik o dövrlərdə 300 il, 400 il həmin o bir ayda olan uğur olmayıb dünyada. Yəni dəyişib. Bir yavaş-yavaş bir 100 il, 80 ildən gələn axan beyinlərdən gələn o kodlar uşaqlara çatacaq, biz gələcəkdə uşaqlara. Artıq valideynlər də savadlı olacaq. Bu gün valideynlərin özlərinin güzgüyə baxmağı və özlərini düzəltməyə ehtiyacı var. Sən kiməsə nəsə məsləhət verirsənsə, o sən özündə yoxdursa, mənasız şeydir. Biz nə qədər insan gözümdən düşüb, nə qədər şair, yazıcı, tanınmış aktyorlar, niyə gözümdən düşüb? Uşaq vaxtı olanın, gənc vaxtı olanın televizorda görüb onlara vurulurdum. Onun şeirinə, yazdığına, gözəl yazıb, nə fəlsəfədir bu. İndi elə bir yerdəyik ki, olan bir çoxunda ünsiyyətdəyəm. Nə qədər gözümdən düşüb. Bilirsiniz niyə? Yazdıqlarından şəxs həyatı, özü, şəxsiyyətində uçurum var. Professor gəlir, girir dərsə, seysə dövründə o qədər uşaqlara təlimdən, tərbiyədən, ədalətsizliklərdən və insanın dəyərlərindən danışır. Hamı buna vurulur müəllimə. Onun hamı hörmətini saxlayır. Semestr çatır, sinif nümayəndəsi gəlib deyir ki, professor deyir ki, 200 manatdan yığın qiymətlər yazmağa. Professor nə oldu həmin anda? Həyat dibinə getdi. Yəni onun o boyu danışdıqları içinə özünün üstünə xətt çəkdi. Yəni bana rüşvətxordur. Demək sən necə rüşvətxor olub gəlib deyə bilsən rüşvət almayın. Demək insan kimlərsə məsləhət verirsə, ağıl verirsə, o mütləq özündə əsaslandırmalıdır, özündə olmalıdır, özünü realizə eləməlisən. Mən əgər keçdiyim yollar var, gəldiyim yollar, o çətinliklərlə gəlməmişəmsə, necə mən auditoriyada təlim verə bilərəm? Deyərlər, bu kimdir bilən, indi nə dövrdür? 5 dəqiqə sən hər şeyi çıxardırlar. Hardan gəlmirsən sən? Sən indi gəlmirsən. Demək, mütləq sənin danışdıqlarının dalında baza durmalıdır. Və biz məsləhəti verəndə kimlərəsə, böyük, valideynik, uşağımıza, uşaq birinci baxır ki, atam bunu edirmi özü? Anam mənə bunlar deyir. Özü bunu edirmi? Ona görə də hörmətli ata-analar biz
Birinci güzgə baxaq, özümüzü düzəldək, öz əyillərimizi Düzdür. reforma salaq, sonra onları uşaqlarda o məsləhətlər verək ki, bunlar etmək olmaz. Özü siqaret çəkən ata, siqaret çəkən oğluna ürəklə deyə bilməyəcək ki, çəkmə. Deyəcək, mən eləmişəm budur, zəhrimarı. Ən çox söz odur, argument. Sən eləmə. O da deyir ki, eşitdi ona, amma ona tam çatmır. Çünki ona deyir yenə ki, ata yandırır birini. Və sair ananın hansısa bir hərəkəti. Yəni, mütləq biz valideynlər ən birinci savadlı olmalıyıq. Valideyn hissini dərk eləməliyik. Bir də misal var ya, hamı nə deyir? Baba nəvəni çox istəyir. Bəli. Və babalar, nənələr mübahisə edirlər ki, hələ sən baba nəvən olmamısan, görərsən olanda. Bilirsiniz nə məsələdir o? Onun da kökü var. Onlar elə gəlir ki, övladına çox istəyir. Mümkün deyil. İnsan özündən olandan ondan çox istəyənməz. Özün üçün çox istəyəcək birinci. Amma o nədir? Ona niyə görə elə gəlir ki, nəvəni çox istəyir? Çünki biz adətən insan olaraq Azərbaycanlı insan ümumiyyətlə biz tez evlənib ailə qururuq. Bəli. Gənc yaşlarımızda. Gənc yaşlarımızda övladlarımız olur. Biz bir gözəl, kiçik bir oyuncaq kimi uşağımızı kulaç oynadırıq. Atalıq, analıq hissi o vaxt gəlib çatacaq, baba oluruq onda. Onda biz əsl özümüzü ata-ana kimi sevdik, onlarla o sevgi ilə yaşayırıq nəvələrimizdən. Çünki artıq o hiss bizdə var. Amma ondan qabaqki, onsa hər şeyin balacası qəşəng olur. Cücə adam yeməyə gəlir, böyük toyuğu nə oxşayır. Meymun da baz qəşəngdir, hər şey. Sıçan da baz qəşəngdir. Sonra qorxur ondan qızlar. Uşaq kiçik vaxt, uşaq kuklada axı çox gözəl canlıdır da və onu biz bir növ hələ tez evlənmişik deyə, hələ o tamamilə təcrübəni tutmamışıq deyə. Biz onları bir növ instinktlə sevirsən, canı-canından, qanı-qanından, bütün canlılar övladını sevir. Amma o atalıq və analıq hissi biraz yaşla da keçməli, təcrübə ilə gəlməli. O da gəlib çox vaxt çıxır biz baba nəvə, nənə vaxtımıza. Ona görə biz elə gəlirik ki, onları çox istəyirik. İnsan mütləq birinci özünkünü istəyir, sonra ondan olanı istəyir. Mümkün deyil. Seçim olarsa insan son anda özünkünü seçəcək. Başqa cür özümüzü aldatmayaq. Yəni burada demək biz ailədə mütləq övladlarımıza nəyisə vermək üçün mütləq özümüzə görməliyik. Heç vaxt özünüzə tapmadığınız şey övlad deməyin. Heç vaxt özünüz etdiyiniz şey onu etmə deməyin. Mütləq özünüzü düzəldin. Özümüzdə bunları formalaşdıraq. Həmin şeylə övladlarımıza ürəklə deyək ki, olmasın. Və mütləq hər ata, ana bir də psixoloq olmalıdır. Eynən. Övladın psixologiyasını bilməlidir. Onu öyrənməlidir. Övladının psixologiyasını öyrənməyən valideynlər əziyyət çəkir. Və indi bu dövrdə, informasiya dövründə nə var idi ki, 50-ci ildə uşaq böyütməyə? Düzdür. Bundan çox asandı idi. Deyirlər ki, uşağı elə atırdın elə, analar gedirdi inək sağmağa, atalar ot yığmağa. Uşaqlar da elə qəşəng böyüyürdü də, böyüyəcək də. Uşağın maksimum bir neçə oyunları var idi, kiçik bir arealda. İndi həmin uşaq əlində dünyanı gəzdirir. Və aldığı informasiyaların nə sayı var, nə hesabı var, rəngarəşliyin sayı hesabı yoxdur. Bu onların hər birini alıb sesar eləməlidir. Yaymalıdır, paylaşmalıdır. Hamı jurnalist indi. Kimdir jurnalist? Çox məlumatlı. İnformasiya alan, informasiya sesal eləyən, ötürən, verən adamı jurnalist deyirlər. Bir dənə o iş var jurnalist, pul alan ondan. Hamı jurnalisti dünyada hal-hazırda. Pul almır deyə jurnalist adlanmırlar. Hamı eyni işi görür. Bax bu dəqiqə özləri rejissordur, çəkirlər. Montaj edirlər, səsləndirirlər, yayırlar. Hamısı jurnalist işləridir. Düzdürmü? Düz. Bir dənə ondan pul alsalar, vətəndaşlar da olur jurnalist hamı. İndi bu dövrdə gəl, sən o uşaqdan bunu etmə, görür axı. Gedirik muzeyə, fikir vermirsinizmi? Yazılar toxunmayın. Bəli. Niyə? Niyə yazırlar ki, insanlar vəhşidir ki, toxunmayın deyirlər. Çünki insanın yaradışına belədir. İnsan görcə toxunmaq istəyir. O qədər o toxunublar ki, artıq yazırlar ki, görünə toxunmaq istəyirsən görən kimi. Ona görə yazıda toxunmayın. İnsan bir şey görəndən sonra istəyir. Və nə qədər insana ürəyi qırılır hər gün. Çünki çox şeylər var. Bəli. Ona əli çatmır. İndi buna elə tərbiyəni verməlisən ki, ona elə dəyərləri verməlisən ki, o hər gördüyünü istəməsin. Hər əl çatmayan şeylər arzulamasın. Daha samballı böyüsün ki, mənim gücümə budur. Və bir sözüm var, yaşınlaşıram bundan. O insan bədbəxtdir ki, ən bədbəxt insan odur. İstəkləri ilə, arzuları ilə imkanları üstə düşmür.
İnsan mütləq arzu və istəklərini imkanları ilə adekvat eləməlidir, bərabər eləməlidir. Yoxsa insan bədbəxt olacaq. Sizin fikirləri mən də belə bir qısa formada istəyərdim fikrimi bildirim. Keçmiş dövrdə nənələrimiz bizə deyirdi ki, yadınızda saxlayın. Gəlin gələndə qaynana lal olmalıdır, kar olmalıdır, kör olmalıdır. İndi tamamilə dəyişib. İndi biz övladlarımıza qarşı elə olmuşuq. Bəzən lal oluruq, bəzən kar oluruq, bəzən də kör oluruq. İnşallah ki, gənclərimiz bu pis alüdəçilik, yəni zərərli vərdişlərdən uzaq durarlar. Bununla bağlı sizin də bir çağırışınız olmuşdu. Bax, onu necə məktəbliləri buna cəlb eləyən, doğrudan həssas bir mövzudur, çox aktual bir mövzudur. Bugün gənclərimizə bir saqqız adındanmı, şirniyyat adı ilə uşaqlarımızın başını aldadırlar, onları nəyisə alüdəçiliyinə çevirirlər uşaqlar. Bununla necə mübarizə aparaq? Məktəb haqqında ondan olunan tələblər doğru deyil mənim düşüncəmə görə. Çünki biz məktəbə aid olmayan missiyalar məktəbdən gözləyirik. Gözləntilərimiz məktəbdən çoxdur. Onların heç bir məktəb verməli deyil. Misal üçün, Sovet dövründən də bir fikir var. Məktəb, bilik, savad, təlim, tərbiyə verilən yerdir. Bəli. Mən deyirəm, xeyr. Mənim fikrimcə elə deyil. Səbəb? Biz sual verilir ki, onda məktəb nədir bəs onda? Biz uşağı nəyə göndəririk? Məktəbin verəcəyi bir dənə missiya var. Məktəb öyrənmək vərdişini verən yerdir. Məktəb öyrənməyi öyrədən yerdir. Missiyası öyrənmək vərdişini verir və işini bitirir. Çünki əgər məktəb saydıqlarımızları verəcəksə, yalnız biz niyə biz professorlara və olimpiada qaliblərini, məktəb müəllimlərini məhsul sayırıq? Və həbsxanalar doludur, manyaklar doludur, narkomanlar doludur. Bunlar cəmiyyət, bunları kim yetişdirir? Onda müəllimlərin məhsuldur. Onda müəllimlərdən qınayaq ki, niyə bunlar yetişdirmisiniz? Müəllim narkoman yetişdirərmi? Yox. Cinayətçi yetişdirərmi? Yox. Və bunlar bir sinifdən çıxıb axı, eyni sinifdən. Bir sinifdə 25 uşaq oxuyur. Həmin sinifin məzunları ikisi professor olur, ikisi akademik olur, biri həkim olur, üçü prokuror olur, ikisi sadist olur, dördü cinayətkar olur, biri manyak olur. Belə çıxır ki, onda eyni müəllimlər dəstəyib bunlara. Məktəbdə eyni dərsi eyni müəllimlər deyir. Bəli. Düzdürmü? O müəllimlər gəlib dərsi 5-6 hissəyə bölüb, onda bir gün keçib professorların günü, bir gün prokurorlar üçün, bir gün manyaklar üçün, sadistlər üçün və həmin günü sadistlərə dərs keçəndə prokurorlar gəlməli deyil, çünki onlar prokuror olmaq istəyir. Bu manyak olmaq istəyir. Yox, elə olmur. Müəllim proqram əsasında öz dərsini deyib gedir. Və məktəbi qutaranda o sinifdəki həmin uşaqlar, eyni müəllimdən dərs alan uşaqlar hələsi öz yolunda dediyim kimi o yollardadırlar. Həbsxana boşalmır, dolur əksinə. Və bunların hara məhsuldur bunlar? Bunlar məktəbdən çıxmır axı. Məktəb belə baxmaq olarmı? Təbii ki, sinifə girən müəllim tərbiyənin, təlimdən danışır. Amma onun missiyası deyil. Məktəb öyrənmək, ana. Ana oxuya bildin. Ana. Öyrətdi. Texnikanı öyrədir. Mən uşağın böyüməsi. Və ondan sonra özü seçir. Öyrənməyi öyrəndilərmi? Kim ki artıq bilik və savad almaq istəyirsə, 9-dan gedir, 19-u şahidnamə ilə qutarır qırmızı ilə, 11-i bitirir, bakalavr alır, magistr alır, doktoratura gedir, elmi davam etdirir. Kimlərsə başqa bir sənət dalınca gedir. Kimsə yer qazır, kimsə maşın sürür, kimsə başqa bir sahəyə gedir, kimsə pozulur, nə olur. Amma belə baxanda bunlar məktəb məhsulu kimi sayılmalıdır. Xeyr. Məktəbin dərsdən sonra 2 uşaq dalaşıb məktəbi linç edirik. Məktəb müəllimləri bilmir necə yaşasın. Telefona söndürmürlər hamısı. Ki bu dəqiqə sinifimizdən bir dənə səs çıxacaq hardasa. Dərs bitib 1-də, məktəb saat 5-də 2 sinif uşaqları dalaşırlar hardasa. Qız qıza nəsə eləyib. Məktəbi öldürürük bütün məktəbin üstünə. Məktəb nə günahar var burada? Heç valideyn axtaran yoxdur. Özləri 30 il qabağa sinifdə saç yolduğuna çıxan analar indi gəlib uşağını müəllim bəhdən qışqırıb deyə məhkəməyə verir. Atalar zincir davası. Açığını deyirəm, tros davaları var idi. İndi ölkə çalxanaları məktəblə dalaşırdı. O məktəbin uşaqlı məktəblə dalaşırdı. Olmalı deyil, amma belə idi. Bəli. Onda heç kim demirdi məktəbi. Valideyn gəlib deyirdi ki, müəllimə, əti sən, sümüyü mənim. Yetişdirin bunu burada, bunu adam eləyin deyirlər, misal üçün də. Bir ağıl adam olsun. İndi valideyn gəlir, özü eləyən valideyn ha. Sinifdə oğlanlara ot yolduran qız saçını dirdib dibindən çıxardırdı oğlanların.
Məktəb o öz oxuyan vaxtı. İndi olub ana uşağına bir müəllim bəkdən qışqıranda hüquqdan danışır gəlir müəllimdən. Hara getdiniz siz? Siz də bilədiniz də. İndi uşağı nə edirlər şimdi uşaqlar hələ? Uşaqlar əməli sivilləşirməli. Biz özümüz az qoymuşuq müəllimin altına knopkanı. Az müəllimləri incitmişik. İndi utanıram görəndə onları. İndi müəllimləri incidənlə varsa çəkib qoyuruq. İndi fərq nədir? Elə bir çoxalıb, azalıb. Fərq nədir? İnformasiya var. Telefon çəkir. O vaxt çəkən yox, heç nə yox idi ona görə. İnformasiya yox idi. Çıxmırdı məktəbdən. Maksimum dostlarım bilirdi, evə gəlib demirdin ki, dalaşıb gəlmişəm məktəbdə. İndi bir də dünya bilir. Sinifdə baş verir. Dil çoxalıb, azalıb. Sivilləşmişik. Bizə elə gəlir ki, sadəcə olaraq fərq nədir? Məlumatlıq artıb. İnsan həyatının 140 min ildir, 150 min ildir insan var, milyardla da dünyanın yaşı var. İnsan indiyə qədər bizim qandığımız, elmin qandığı ən ağıllı dövrün yaşayır. Bir tiranın, bir qəbilə başçısının şefini açmaq üçün mənasız, heç nəsiz cavan qız oğlanlar başını kəsirdilər, yüzlərlə. Yağış yağmır. 500 dəfə başını kəsirdilər. Öldürürdülər ki, yağış yağsın. İndi bir həşəratın hüququnu qoruyan təşkilatlar var. Həşəratın hüququnu qoruyur. Bir dənə pişə təpik vur, bir dənə ayağınla. 10 nəfər sənin gəlib saçını yolar. Ticarət mərkəzlərinin birində bir qəssab bir pişiyin əlini kəsmişdi. Bütün ölkə ayağa durdu. O qəssab yazıq pişiyi əməliyyat etdirdi. Pişikdən üzr istədi. Xalqdan üzr istədi. Pişiyi baxdı, yetişdirdi, sonra onu sakit qoydular. Qabaq pişikləri uşaqlar öldürtüldülər, heç baxan yox idi. Etimi də sakit dur. Bu doğrudur. Daha ağıllanmışıq. Daha anlayırıq ki, heyvanları qorumaq lazımdır. Onları sevmək lazımdır. Onlar gözəl canlılardır. Onlar bizdən asılıdırlar. Onlar üzərində bir hüquqlarımız var, amma onları qorumalıyıq, sevməliyik. Cəmiyyət hara çatıb inkişaf eləyib. Sadəcə bizə elə gəlir ki, çox batmışıq, çox pis olmuşuq. Xeyr, əziz insanlar, daha yaxşı olmuşuq, daha sivilləşmişik, daha bir-birimizə normal münasibət göstəririk. Sadəcə olaraq o vaxtlar bu informasiya, bunlar yox idi. Nələr baş verirdi? Çox pozulmuşuq. Əksinə, çox pozulmamışıq. Daha sivilləşmişik. Hər şey açıq və aydındır. Biraz o mənada daha rahatlanmışıq. Orada birazdan çox keçəndə əxlaqın gəlir, inkişafına mane olur. Və yaxud da ki, çox şey ifrat eləməyə gedə bilərik. Bu da insanların düşüncəsi ilə bağlıdır. Yəni, kim nə qədər düşünüb tapıb da, kim nə qədər bilir. İnsan da bu stəkan su kimidir. Bunun tutduğu qədər var. Bir də bir böyük fincan var. Bunun başına tökməyin mənası yox, tutduğunu saxlayacaq. Tutumu var. Yansın tutulsa yerə. İnsan da belədir. Tutumlandır. Kim nə qədər bilir, nə qədər tutur, o qədər verməlisin. Onun artıq verəsən, töşəcək yerə. Tutmayacaq, almayacaq, dərk eləməyəcək. O mənada gəlirəm. Biz uşaqlardan, məktəbdən daha doğru şey tələb eləməliyik. Doğrusunu. Məktəbin üzərinə ona aid olmayan şeylər tələb eləmək doğru deyil. Ona görə də birinci, uşaqlarda problem nədir? Hələ məktəbdən çıxırıq evə. Evdə də problem var. Bir atanın 3 uşağı var. Biri bir xasiyyətdir. Biri bir xasiyyətdir. Yaxşı, eyni ata, eyni ana. Bunlar niyə başqa-başqa insanlardır? Nə baş verir? Eyni ata, eyni ana tərbiyə veririk onlara. Eyni şeylər deyiblər də. Eyni yeməklər yeyirlər. Eyni ata, eyni ana bunlara baxır. Nə fərqlidirlər? Nədədir problem? Hara çıxmalıyıq onda? Biraz get dərinə. Onda demək nə gəlir? Mütləq surətdə DNK-sı nəsildə, bugün səndə olan bir şeylər varsa, hansısa nəsildə kimdəsə olub, gəlib səndə çıxır. DNK uzun illər gedir. Elmi sübut olan məsələlərdir. Bir cinayətkardırsa mütləq onun hardasa bildirir. Hardasa bildirir. Bəli, mütləq surətdə. İkinci ailə, üçüncü mühit. Ona görə də hörmətli valideynlərimizə bir tövsiyə kimi deyə bilərik ki, qızların 12-13 yaşına qədər daha çox, oğlanları 14-15 yaşına qədər mühitini, ətrafını, dostlarını, hara gedib gəlməyini ən azı özü bilməsin, nəzarət saxlayaq. Tutmayaq, bağlamayaq, onları cəzalandırmayaq o boyda. Həssas dövrləridir. Amma onlara nəzarətimiz olsun. Nəzarətdə saxlayaq. Bir də uşaqlarımızı özümüzdən artıq saymayaq. Mən uşaq üçün yaşayırıq. Xahiş edirəm, özün üçün yaşa. Bizim yaralı yerimiz. Özün üçün yaşa, sağlam ol, yaxşı ol. Uşaq üçün yaşaya biləcəksən. Təyyarədə uçursunuz da, görmüsünüz. Deyir ki, stüdiyası, turbulentist olsa,
oksigen maskası düşəcək. Bax orada bir dənə xırda məsələ var amma böyük mənası var. Birinci özünüzə. Kiməsə kömək edə bilərsiniz uşağınıza sonra. Özünüzə edin, ona isə özünüz bolluq da qalacaq sizdə. Özünüzə nəfəs alın, oksigen alın ki, yanınızdakı insana dəstək verə biləsiniz. Özünüz sağlam olacaqsınız, yaxşı olacaqsınız, gözəl olacaqsınız. Bütün məsələlərdə zehniyyətiniz, fiziki həyat yaxşı olacaq ki, övladlarınız yaxşı olasınız. Eyni vaxtda dişinizlə ayağınız ağrısa, uşaq nə qədər çağırsın, onu hay verməyəcəksiniz. Öz hayınızdasınız. O vaxt hay verəcəksiniz, yaxşısınız artıq. Doğrudur. Birinci insan özünə. Yoxsa sənin özün xəstəsənsə, tək kimə dəstək verə biləcəksən ki, kimə hansı rəfiqənə, dostuna, valideyninə çatacaqsan, özündən sənə dəstək lazımdır. Ona görə də birinci uşaqlarımız deyə hər şey eləyirik. Özümüzə çox yaxşı olaq ki, faydalı ola bilək kimlərəsə, övladlarımıza da, ətrafa da, cəmiyyətə də, dövlətimizə də, xalqımıza da. Vüqar müəllim, o qədər gözəl hər şey ətraflı danışırsınız ki, saatlarla sizi dinləyə bilərəm. Çox sağ olun. Sizin bir fikriniz var idi. Mən sosial şəbəkədə qarşıma çıxmışdı 40 rəqəmindən bağlı. Maraqlı bir fikirdir. Bu gün məni də bu 40 rəqəmi maraqlandırır. Daha çox 40 yaşım olacağına görə. Ona görə bu nədir? Bu nə məsələdir? Ay Vüqar bəy, siz nə danışmısınız orada? Deyirsiniz 40 yaşlı insan ölmüş kimi. Yox, biraz o zafatla deyil. 40 yaş belə bir söz vardı. 40 yaş gəncliyin qocalığıdır. Bəli. Qocalığın gəncliyidir. 40 yaşlı insan ən qocalmış gəncdir. Ən gənc də qocadır. Bəli. Keçid yaşıdır. Uşağın 40-ı, ölənin 40-ı, 40 gün toy, 40-ında ölünün gorunda çalar. Bəli. 40 yaş, 40-la bağlı məsələlər var. Və kifayət qədər çox adam var 40 yaşını keçirmir. Və bilmir niyə deyir, keçirməzlər. Yox, 40 keçirməzlər. Niyə qardaş? Niyə xanım? Yox, 40 yaş keçirmirlər. Amma kim də demiş niyə? Yine düşməzi var. İndi baxın. İndi açıqlamasını verirəm. Siz deyin bəlkə mən bu il keçirdim 40 yaşı. Açıqlamasını keçirmək lazımdır əlbəttə. Hər yaşdan biridir o da. Sadəcə olaraq 40 yaş insanda radikal dəyişiklik ola bilər. Misal üçün sevməkdən sevə bilərsiniz. Məsələn, mənim nifrət etdiyim bir şey var idi. Uşaq vaxtı idi də. 30-dan sonra düzəldi, 40-da ona yağış. İndi mən yağışla yaşayıram. 24 saat yəni yağış gözləyirəm. Yalnız onu axtarıram. 40 yaşdan sonra oldu. Musiqiyə olan mövqeyim tamamilə dəyişdi və o mənim bütün qidalanmağım ondandır. 40-dan qabaq elə deyildi. Ayrı maraqlarım var. Köklərinizi aparmırdı musiqi seçiminiz? Ola bilər. Mən bir neçə alətdə çala bilirəm, oxuyuram. Özü də bizim tanınmış müəllimimiz gedib oxuyur karaokedə, yəni belə zəif saymırlar. Gözəl. O tərəflərimiz də var. Bu gözəl bir şeydir. Onu mən düşünürəm ki, insanda ən yaxşı bacarıqlardan biri çox vacibdir. Və gələk 40 yaşa. Bəli. Keçirmə ona görə ki, bilmirlər ki, insanın 40 yaşdan sonra qarantiya müddəti, sroku deyirlər, bitir. Bu nədir? Deməyin belə. Bu nədir? Bax, gedirsiniz maşın almağa, avtomobil almağa. Avtomobil alan satın deyirlər ki, buyurun, pulunu versən, deyirsiniz, nə deyir, 5 il qarantiya veririk və yaxud 150 min kilometr. 5 il qarantiya verir də buna, 5 il. Bəli. 5 ildən sonra nə olur maşın? Deyirsən, mən neyniyim maşını 5 ildən sonra? Deyir, imkanlı adamsansa, dəyiş, bir dənə yenisini götür ki, səni incitməsin. Bəli. Yox, imkan yoxdursa, işlət də, başına vurur və işlət, sınanda düzəlt. Televizor almağa gəlirsən, deyir, 1 il qarantiya. 1 il bax, atmalısan televizoru. İnsan 40-dan sonra ölməli deyil ki, amma qarantiyası bitir. 40-dan sonra deyir ki, 1 ildən sonra valla imkanlı adamsansa ver qonşuna, kasıba, birini də al, yenisini işlət. Yox əgər imkanın yoxdursa, işlət də, sınanda düzəltdirərsən. Gördün ki, belə şey deyib, başına bir dənə vur, işləyəcək. İnsan da 40-dan sonra artıq o təbii verilən qarantiya bitir. Ondan sonra insanın necə özünə, o ehtiyat hissələrinə baxıbsa, onlar onun sözünə elə baxır. 40-dan sonra yavaş-yavaş insanların çantasından təzyiq dərmanı çıxır. Yavaş-yavaş dostlaşır özündən, nə ilənsə. Deyək, bu sonra bunu içərsən. Özü də bitdi. Məsləhət ver, həkim kimi hamı. Mən onu bunu deyirəm. Ayağın ağrıysa bunu sürtərsən. Onu qab bilmirsən haran nədir. Böyrəyim sancı, böyrəyə tapırsan yavaş-yavaş. Elə yerləyən sancı heç oradan ağ saçmayıb sənin. 40-dan sonra. Çünki qarantiya bitib. Amma ondan sonra insanlar var ki, 50-ci ilin maşını var, bugün şəhərdə şütüyür. Onun 5 il bitib də qarantiyası. 55-ci ildə. 2025-ci ildə hələ də şəhərdədir. Maşını atılmayıb ki, zibilliyə. İnsan da belədir. Amma insan anlamalıdır ki, yəni onun pik işləmə
qarantiyası artıq ondan sonra özünün necə özünə baxmasına və bu gündən sonra necə baxmasından asılıdır. Maşallah elə bir dövrə gəlmişik ki, yalnız insanlar bu gün nə narazı olsa, dünya insanı, savadsız insanlar naşükürdür. Hər bir insan xoşbəxt yaşamalıdır. Bu dövrdə yaşayırıq. Təsəvvür edirsinizmi 10 min il qabaq insan necə dişini çıxardıb? Necə dişini çıxardıb bu? Dişarla nə ediblər? Nə ediblər? Necə əməliyyat edib? Nə əməliyyat? Gedin orta məktəblərdə fizika, kimya sinifinə baxın. Şəkillər var. Ağ-qara, saqqalı kişilər. Bir dənə baxın oranın yaşlarına. Gör 40 var orada. Az olar. İnsan 40-dan sonra yaşamayıb ki o qədər. İnsan son tibbin inkişafına gəldi. Bir pensilin var ya, pensilin. Heç yoxdur indi, lazım deyil bizə. Onun kəşfi ilə yüzlərlə xəstəyə sağalıb. Bir pensilinlə. Analgin 200-dən çox xəstəyə sağaldıb. Gör insan necə ölüb insanlar hər şeydən. Və insan 40 yaşında qoca sayılırdı. Nənəmiz var idi. Mən hesabladım nənəmi. 50 yaşında indi hesablayıram. 50 yaş nənəmsə necə idi? İndiki 200 yaşı var elə bil. Gəzən miydi? Qırışlı bir var. İndi 50 yaşlı xanımlar cavan qız oxşayır. Demək tibb elmi də, kozmetologiya elmi də cəhət düşüb insanlara. İkinci misal. Nə qədər insan var dünyada indi? Bilirsiniz? 8 milyard nə qədər? Düzdürmü? Nə qədər ailə qurulur, uşaq doğulur? Evdə çox uşaqlı varmı? Yox. Bir, iki uşaq. Dünyada heç uşaq da yoxdur dünyada. Ailə qurmurlar. Qururlar da uşaqları ildən sonra olur. Dünyada insan azalmalı, düzdürmü? Necə o 8 milyard yarımı keçir insan? Necə olur ki, hər evdə, dünya hər yerində 8-15 uşaq olan dövrdə dünyada insan 3 milyard idi. Başa düşürsünüzmü? Bəli. Amma deyilə ki, ömür qısalıb. Necə qısalıb? Eynən o söz son zamanlarda. Tamam, tam tərsidir. Necə qısalıb? Çəkilin misalı. Kim cavab versin mənə? Necə ola bilər ki, hər evdə Meksikalıda belə idi, Boliviyalıda belə idi, Amerikanda belə idi, Şəkildə, Bakılıda, Göyçaylıda, hamı dünyada. Ev çox uşaqlı idi. Da 5 uşaq oluna belə yaxşı baxmırdılar. Ki, 5 uşaq azdır. Hamı da. Kimin üçün deyir ki, 11 uşaq olmuş. Bəli. Dünya belə idi ha. Amma dünyada 3 milyard, 4 milyard yox idi insan. Necə olur ki, indi bir uşaq, 2 uşaq da artıq normaldır, 3 uşaq çox uşaq sayılır. Hələ varsa. Və Azərbaycan hər gün toydayıq, toyu çox olur, evlənirik elə. Dünyada heç şey yoxdur ki, ailə quran yoxdur artıq. Və dünyada insan 9 milyard olacaq, maksimum 2 ildən sonra. Və necə bu insan artır? Demək, doğuş, yaşam ölümü basıb. Çünki niyə? Sağlam yaşayırıq artıq. Tibb elmi imkan verdi buna. Həyatın ağıllanmaq imkan verdi. İndi insan o vaxt indi hamı mübarizə aparır. Ən dəbdə olan şey şadlıq evləri idi. Şadlıq evlərinin 15 ildən sonra sayı tam azalacaq. Olan bir çoxsu nə olacaq? Fitness halları olacaq. Hələ bu artacaq. Yaxşı biznes, kim imkan varsa qoysun ora. İnsan özünə daha çox baxır. İndi nədən sonra nə yeməlidir? Yox, bundan sonra mən yeyəndə ağır yatıram. Cəmaət bir qoyun yeyib yatır, heç nə olmurdu. İndi amma ziyan idi ona. Sadəcə başqa şeydə yaşayırdı. Ömür bir 20-ci əsrdə biraz düzəldi. Və indi də deyirəm, insanlar gəncləşib. Deyirəm, 40 yaşdan danışırsınız, sizə bunu kim verə bilər? Mümkün deyildi. İndi insanlar elmin, tərəqqinin, tibbin inkişafına görə özünə hər cürə baxır, özünü cavanlaşdırır, səhvini tutur. Yazıq insan burun əriydi, elə də ölürdü yazıq o sifətdə. İndi gedib 2 dəfə burnunu düzəltdirən var. Bir də xoşun gəlmir, hələ bəyənmir. Hələ başqa şeylər demirəm. Bəli. Hər şey. Buyurun da gözəldir də, nə pisdir ki. Bunu da bəyənmənlər var güya. Yox, insan özünü əl gəzdirir də, əyrisini düzəldir. Problemi düzəldir. Bax, yox idi xeyli şey. Yazıq insan o gün də yaşayırdı elə. Qız idi, yeni kişiyə bir yeri var. Qartal kimi burnunu yazıqlar. Bu boyda xallarla. İndi elm tibb deyir ki, yox, götürək bunu. Problem yoxdur. İndi bədəndən ki, ürəkdə nəsə dəyişir. İnsanlar bu şeylərdən hamısını ölüb. Ona görə də 40 yaşa qədər yaşayan adam az idi. Lenin 52 yaşında ölüb. Amma baxsa mumiyada baxırsan elə bir 90 yaşı var. 52 yaşım var. Mən Lenin oğluna oxşayıram. İnsan gəlib çatmalı hətta ki, anlasın ki, hala mən nə yaxşı 14-cü əsrdə olmamışammış. Nə yaxşı indi olmuşam. Hələ gələcək bir gün olacaq, amma heç olmasa indi daha rahat yaşayırıq. Ən azı 90-cı ildə dururduq 10 metr geri televizorda bir kanal qurub da bir dəqiqə qururduq. İndi bir də onu deyim ki sizə, bir də onu deyim ki, indi biz məntiqi, elmi başımızı tənbəlliyə işlədirik.
İmkan daxilində elm bu dəqiqə bütün gücünü qoyub ki, insanı tənbəlləşdirsin. Düymə basın, getməsin. Avtomobildə belləməsin, belləsin. Qapı özü açılıb örtülsün. Da qapını da daha təzə maşından çıxıb. Öz açır, eləmirsən, özü örtür. Bunu da eləməyə qoymursan. Bir güc fiziki işləyəsən. Yalnız elm, texnika insanı tənbəlləşdirməyə aparır. Bu da əslində ziyanlıdır. Amma neyniyək? İndi ağıllı telefon, ağıllı avtomobil, süni intellekt, biraz sonra nələr baş verəcək? Artıq gözünkü işasında çap elədilər. Artıq dünyada bir 2 ildən sonra tam anlayacağım körlərə sağalırlar. Baxın bir 20 ildən sonra gör tip harda olacaq? İnsan artıq 200 il yaşaması tam normaldır. Əmin edirəm sizi. 200 il normal 100 yaşında adam olacaq indiki 40 yaşında kimi. Və elm, tibb elmi, bilik, inkişaf o imkanı verəcək. Vizual olaraq görmüşsünüz. Bəli, vizual, bəli. İndi hardan tapdılar ki, buranı qadınlar yar qaldıranda qəşəngləşirlər? Hardan tapdılar onu? Bildilər də ağıllıdır. Burnu belləmək ona olur. Buranı nəsə edirsənsə burada üz belə olur. O vaxt yox idi axı belə şeylər. Və baxırsan ki, həqiqətən insan elədi və dəyişdi. Demək var da belə şey. İndi ondan sonra ömürlüyünü qoyacaqlar. Hələ sat biznesdir, marketinqdir. Olan bir çoxu da daimi də qoyacaqlar. Elə bir dəfə olacaq gedəcək. Sadəcə olaraq marketinq olduğu üçün eləmirlər onu. Ki dəyişəsən bir də alasan da. Necə ki Alman 90-cı illərdə avtomobil buraxırdı. İndi o səhv edib. Maşın sınmırdı. Heç kim almırdı onu. İndi elə buraxır ki, yaraşıqlı buraxır amma elə bu sınsın. Onu ehtiyat səni alasan. Maşını yenə satsın. Yəni marketinq tərəfidir. Elə şeylər var ki, ömürlük olar. Hələ xəstəliklər var ki, onu da orada durur o hazır. Eliksiri də hər şeydə. Sadəcə hələ böyük dünyanın böyük oyunları var ki, bunlar çox böyük bir bizneslərdir. Onun hamının onun ələ çatan olması doğru deyil. Niyə? Çünki dünyada insan da çoxdur və bu mənada resurslarla bağlı da məsələ var. Demək, hələ çətin həyat bir həm də inkişaf getdikcə çətinləşəcək. İnsan ömrü uzandıqca insanın yeməyi var, gəzməyi var, yer var, torpaq var. Görürsüz, adi şəhərin özündə elə yerlər var ki, deyirlər, orada insan yaşayar. Pay da istəməzdim. İndi olan qiymətinə baxın. İnsan çox alıb artıq orada yaşayır. İnsanlar və ora şəhərə birləşib artıq. Və baxın, dünyada belə olacaq. Artıq yer üzündə dayanmağa yer olmayacaq. İnsan çünki deyirəm, elm, texnika aparır buna. İnsanı tibb elmi sağalmağa aparır. İnsan sağalır artıq. Elə xəstəliklər var ki, insanı o da ölürdü, indi insan ondan yaşayır. Çox normal olaraq. Vüqar müəllim, indi siz məsləhət görürsünüz ki, mən ad günümü keçirdim. Mütləq surətdə. Onlar hamısı biraz onu bilməməyimizdən asılıdır. Yəni rəqəmin dəyişməsi ruhumuza heç nə edə bilməz. 20 yaşında özünü 60 yaşında hesab edən var. Bəli. Ruhu. Əsas ruhla bağlıdır. Rəqəm sadəcə rəqəmdir. O insanda nələrsə dəyişə bilər, amma insanın hüzurunu, rahatlığını, narahatlığını və s. problemlərini dəyişənməz. O varsa insan özünü dəyişməli. O ruhla bağlıdır, içimizlə bağlıdır, düşüncələrimizlə bağlıdır. Həmin bir düşüncələrimizin də məhsulu yox. Düşüncəsinin insandır insan. Ona görə də yaxşı düşünmək lazımdır, pozitiv düşünmək lazımdır. Rəqəmlərə çox da o boyda da belə numeroloji elm var. Bilirəm, onlar mənim xətlərində yer. O boyda da çox fikir verməyin. Öz üzərinizdə işləyin, zehniyyətinizi işlədin, beyninizi, idraçınızı işlədin. Rəqəm orada çox kiçik görünəcək. Deyirlər, əgər oyanırsan 40 yaşdan sonra oyanırsan bir yerin ağrımırsa bil ki ölmüsən. Bəli. Belə bir misal da var. Bəli. Siz bildiyim qədər Şəkidənsiniz. Şəki bizim bol lətifəli olan bir bölgələrimizdən biridir. Və sizin üçün Şəki nə ilə simvolizə olunur? Lətifə orada axırıncıdır. Axırıncı. Şəki Azərbaycanın ən tarixi özündə gəzilən şəhəridir. Yeganə şəhərdir ki, hissəsi, yəni ayrıca Bakıdan başqa UNESCO-nun mədəni irsi qoruğudur və bir neçə tematikada Kəlağayısı şəbəkəsi əvvəllər olmuşdu. Və cənab prezidenti Mehriban xanım böyük dəstəyi ilə 2009-cu ildə şəhərin yuxarı baş qoruq hissəsi UNESCO-nun qeyri-maddi siyahısına daxil edilib. Xanlıqlarımız olub. Heç nəyə qalmayıb. Söz istəyirəm. Yəni Şəki sarayını saxlayıb dünyaya göstərir. Nazım Hikmət demişkən, Azərbaycan heç nə olmasaydı, yalnız tək Şəkixan sarayı dünyanı tanıtmaq olardı. Karvansarayları, rayonlarımız var ki, indi orada hələ otel tikilir. Şəkidə 300 il qabağa 5-dən yuxarı otel, karvansaray otellər var idi.
böyük ticarət yolu ipək üstündə Bəli. olub. Şəki özündə böyük tarixi gəzdirir. Nəhəng şəxsiyyətlər yetişdirib. Nəhəng. Çoxun bilmirsə Şəkidəndir. Tanıyırsınız Azərbaycan adları nəhəng. Çoxun bilmirsə Şəkidəndir. Biz baxmırıq Xardandır. Azərbaycanlı deyirik də, amma doğulduğu olaraq. Və Şəki özündə çox koloritli, çox zəngin mətbəx gəzdirir. O mətbəxdə çıxanlar da var indi, sahib çıxanlar var, açığı mən sizə deyim. Adımız qalıb qıraqda bizim məhsullarımızı öz üçün çıxanlar var olsun. Yəni Azərbaycan deyir, erməni deməsin. Bəli. Şəki özündə çox maraqlı şəhər koloritini gəzdirir. Çox maraqlı proyekti var şəhərdə. Dar küçələr, döngələr, evlər çox maraqlıdır. Şəki özünə məxsus 30-a yaxın şirniyyat yaşadır ki, heç yerdə bişənməz o Şəkidən başqa. Heç kim o bişirənməz. 30-a yaxın. Bakı paxlava hamı bişirir onu. Bəli. Amma buyurun Şəki albasını bişirin. Bamiyan bişirin, peşvənci bişirin, qırmızıdan bişirin, sevdiklərim. mindalı bişirin. Şəkidə bişəcək o. Ya Şəkili bişirməlidir. Bəli. Yeganə şəhərdəki bu qədər sənət qorunub saxlanılıb və Azərbaycanın daimi sənətkarlıq paytaxtıdır. Dünya Alban məbədlərinin anası Şişdədir, Şəkidədir. Dünya Alban anası sayılır, mərkəzi sayılır. 100-ə yaxın yerli və beynəlxalq səviyyəli tarixi yerləri var. Dünya əhəmiyyətli Alban məbədi və xan sarayıdır. Qalanlar ölkə və yerli əhəmiyyətli abidələrdir. Və çox maraqlı insanları var. Ağıllı. Çox onlar başqa şeydir, ağıllıdırlar. Çox baməzə. Baməzə də duzlu olmalıdır. Yoxsa insan şit görünər. Bəli. Olduqca. Çünki insanı ən əsas şey ağlatmaqdır, kədərləndirməkdir. İnsanı güldürmək çox çətindir. Çünki insan güləndə ağlamaqdan çox fikirləşir, daha çox fikirləşir, gülür. İnsan bir saniyədə düşünür, gülür. Lətifə danış, sonun gözləyirsən. Ha tapmaq istəyirsən, nəyə güləcəm? Və sonda ürəyin gedir gülməkdən. Məntiq cəhət çıxır. Ağlamaq daha asandır. Başqası ağlamağı sən ağladır, gülməyi də gülürsən ha, gülümsəyirsən. Bəli. Ürəkdən gülmək üçün insan dərin düşünür. Ona görə də satiranı bilənlər, gülüş aktyorları daha çox maaş almalıydılar. Həmişə mən düşünürəm ki. Çünki faciəni göstərmək asandır. Bəli. Amma duzlu deyirəm ha güldürmək. Bəli, bəli. İndi güldürmək səndə çoxdur, şitdir. Mən güləmirəm hamısına. İnsan gülmək üçün çox dərin düşünməlidir. Və güldürmək üçün də insan mütləq intellektual olmalıdır. O mənada çox maraqlıdır. Çox maraqlı da belə ləhcəsi var. Yəni unikal bir yerdir də. Yəni unikal bənzəmir də harasa. İnanın ki, xaricdən qonaq gələcəksə, mütləq surətdə o şəkil aparmaq lazımdır və elə də ən çox turist gələn şəhərlərin biri. Sovet dövründə mən görürdüm. Sovet dövründə uşaq idik. O vaxt Sovet respublikaları var idi xaricdə. Çexoslovakiya, Yugoslaviya, Almaniyanın bu tərəfi gedir deyirdik. Demokratik Almaniya. Berlin paytaxtı olan indi paytaxtı. Oradan gəlirdilər. Kubadan. Hələ Sovet dövründən xaricilərlə biz ola saqqız ağırlıqlarla gəzirdik. SSR-nin digər respublikalarından da ki, sayı hesabı yox idi. Yəni həmişə ora çəkən olub. Çünki niyə? Elə yerlər var ki, ora aparmaqla o tarix göstərməyəcəksən axı. Göstərməyəcəksən. Azərbaycanı tanımaq üçün yerlər Azərbaycanda o qədər də bol deyil şəhər rayonlar. Hərəsinin özünün yeri var. Hər şəhər rayonunun özünə məxsusluğu var və özü birindən daha üstündür. Heç yerisə. Amma elə yerlər var ki, onları mütləq Azərbaycan tanımaq istəyən adam olmalıdır. Bu həm də Naxçıvandır, bu Gəncədir, Qarabağdır, Şuşadır, yəni Şəkidir, yəni bu da Şamaxıdır. Yəni yerlər var da, Qubadır bu tərəfdə, Cənubda Lənkərandır o tərəflər. Yəni elə yerlər var ki, onlar şah damarlardır. Bəli. Və onlarda tarix yatır, xanlıqlar olub, mətbəxi var özünə məxsus və s. Vüqar müəllim, bax bir millət vəkili olaraq çox doğrudan da sizin məsuliyyətli bir görəviniz var, işiniz var, xalqın səsi olmalısınız. Bax sizin üçün bir millət vəkili 3 əsas xüsusiyyət hansılar olmalıdır ki, o bir millət vəkili olmalıdır və xalq onu sevməlidir. Həqiqətən də adından göründüyü kimi millətin vəkili olmalıdır. Birincisi sadə olmalıdır. Ən birinci. Bəli. Ən birinci. Çünki məmur deyil hansısa. Məmurlar sadə olmalıdır əslində. Cənab prezidentin birisi də qəbul edəndə, Bəli, bəli. nazir, icra hakimiyyət başçılarına nə birinci tövsiyəsi odur. Sadə, təvəzzükar olun, xalqın içində olun. İkincisi, həqiqətən sözün əsl mənasında millətdə xalqın danışıqçısı olan yanında olmalıdır. Mütləq xalq sevmək üçün onu görür, səni görür, səni axtarmır.
Yalnız televiziyada görmür. Yanında da görür. Mütləq surətdə. Bir də çox yaxşı fürsətdir yaxşılıq eləmək üçün. Siz ağıllı adamlar vəzifə ona görə istəyər ki, dostun sayını artırsın. Bəli. Ağılsız adam düşmənin. Ağılsız adam vəzifə verir, düşmənin sayını artırır. Çünki ağlı yoxdur. Ağıllı adamlar vəzifə verir, vəzifə status olur, o dost qazanır. Dostun sayını artırır. Burada üçüncü, çox şey saymaq olar, amma Bəli. üçüncüsü də təbii ki, fürsətlərdən istifadə etmək yaxşı. Çünki sənin statusunda fürsətlər var. O da yararlı olmaq. Yəni seçildiyin şəhərə, yerə, ölkəyə, dövlətə sözün əsl mənasında yararlı olmaq, töhfəli olmaq çox vacibdir və səndə digərlərində olmayan fürsətlər olur. Statusun var. O status sənə imkan verir ki, sən bu işləri görə biləsən. Bacararsan, bacarmazsan bu da ayrı ki, hər şey bacarmırıq ki, bacara bilmirik, hər şey mümkün deyil. Amma ən azı bacarmaq lazımdır və mən hər dəfə onu deyirəm, müsahibələrimi demişəm. İnsanda vicdandan ali heç nə yoxdur. Aldatma, yalan var, yalan. Kimsə desə ki, mən nə qədər aldatmışam, 1 qəpik. 1 qəpiklə 1 milyard aldatmaq heç fərqi yoxdur. Rəqəmlərin sayı var orada. Yalanın qəpiyi manat olmur. Yalanın rəqəmi olmur. Yəni, gücün çatır, kiçik bir iş görürsən, 10 manat aldadacan, sənin gücün çatır böyük işlərdə 10 milyon aldadacan, 10 milyon aldadacan. Eyni adamsan, aldadırsansa, aldatmırsansa, vicdanlısansa, yenə harda olsan, orada normal işləyəcəksən. Bu keyfiyyətlər olmalıdır. Mən düşünürəm ki, və ən bayaq cinslər yadınıza dedim, Vüqar haqqında soruşdunuz, Vüqar kimdir? Ən ciddi məsələdə, bunu bir müsahibəmə demişəm. Fikir verin, soyadlar var. Nə vaxt yaşayıb ölüb. Onun bugün nə və nəticələri, o soyad yaxşı adam olub deyə onun xeyrini görür. O soyad daşıyırlar deyə hansısa yaxşı işlərdədirlər. Tərsinə, bir adam yaşayıb, çox pis yaşayıb, vicdansızcasına yaşayıb həyatda. Bugün o soyad daşıyanlar əziyyət çəkirlər ondan. Adam öz ömrünü yaşayıb ölüb, amma ondan əziyyət çəkirlər. Çox vacib məsələdir ki, səndən sonra gələnlər üçün heç vaxt pis nəticələr qoymayasan, pis miras qoymayasan. Ən azı da, ən azı. Və sənin soyadını daşıyan, adını daşıyan, sənə yaxın, bir neçə nəsil sonra itir onsuz insan. 4 babanızın qəbrini xahiş edirəm, göstərin, az adam var. Tanımırıq heç normal. Bir-iki uşaqlarımız gələsidir. Maksimum nəvəmiz bitdi ondan sonra. Üstünə, qutardı. Həyat bundan da bitdi, sənin üçün adın da bitdi. Amma elə yaşaya bilərsən ki, adın qalar. Bunu düşünmək lazımdır. Nə qədər deyirsənsə də yenə göz insanlar yalnız elə bilirlər belə paralel yaşa. Bu günün qədrini bil. Hər gün verilən sənə böyük xəzinədir. Hər gün sabah olmaya bilər. Dünən tarixdir, getdi. Heç vaxt qayıtmayacaq. Amma həm də düşün ki, səndən sonrakilər də var. Və onlara pis miras qoyma. Əsas bax, vacib budur. Vüqar müəllim üçün uğur kodu nədir? Sizin uğur kodeksiniz nədir? Az yatıb çox işləmək. Əssalam. Az yatıb çox işləmək. Əssalam. Mütləq nəticə uğur görəcəksən. Vüqar müəllim, mən sizə dərin təşəkkürümü bildirirəm. Gəldiyiniz üçün. Çox sağ olun. Bizim dəvətimizi qəbul etdiyiniz üçün mən bugün həqiqətən fərqli bir ortam, fərqli fikirlər, yəni insan, belə deyim də, xalqımızın vəkilindən gündəmimizdə olan o sosial mövzular olsun, məktəblərlə bağlı o qədər geniş, ətraflı bir məlumatlar verdiniz ki, bu veriliş çox baxımlı, maarifləndirici bir bölüm olacaq və mən istəyirəm ki, sonda siz bizim verilişimiz haqqında öz təəssüratlarınızı bölüşəsiniz. Çox yaxşı ad qoymusunuz həqiqətən də və insanın məqsədi həm də uğur qazanmaqdır. Yəni biz anadan olub yaşayırıq, bu yola çıxırıq da, yaşam yoluna çıxırıq, yaşamaq üçün. Və orada hər bir insan hədəf götürür özünə. Nə qədər bilirsə o qədər uğur qazanmaq istəyir. Uğurlu olmaq üçün də onun da özünün yolları var. Hərənin də bir baxışı var uğurlu olmaq üçün. Və həqiqətən də yollar da var. Yalnız mənim reseptim deyil və sizinki, digərlərində var. Əsas. Və siz yaxşı ad qoymusunuz. İnsanlar üçün uğura necə getmək olar? Öz təcrübələrini danışsınlar və insanları maariflənsinlər. Bir yaxşı məsələdir. Və əsas odur ki, çox
təbii, çox səmimi, insanın özü olan bir yerdir. Özün, yəni özündən oynamırsan, manipulyasiya eləmirsən. O da çox asandır eləmək. Və insan əslində kim olduğu kimi oturur və danışır. O mənada mən də sizə təbrik edirəm və sizin bu gözəl proqramınıza, verilişinizə həqiqətən çoxlu, uzun ömür arzulayıram. Çox təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Sağ olun. Minnətdaram. Bir də gələcəksiniz, söz verin. İnşallah. İnşallah. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.